Bir anlık təsəvvür edin, ətrafımızda gözlə görə bilmədiyimiz, amma hər an bizimlə olan bir dünya var. Aldığımız havada, içdiyimiz suda, hətta bəli, elə indi bədənimizin tam içində. Yaxşı, bəs bu qədər sirli, bu qədər görünməz olan təhlükə nədir əslində? Gəlin birlikdə baxaq, görək bu şey bütün planetimizi necə səssiz-səmirsiz ələ keçirir. Gəlin bu məsələnin dərinliyinə inək. Söhbət bütün planetimizə yayılmış o sirli maddədən gedir. Baxın, bu maddə o qədər yayılıb ki, gedib yer kürəsinin ən dərin nöqtəsinə, Mariana çökəkliyinə çatıb. Təsəvvür edirsiniz? Okeanın ta dibinə. Okeanın ən dərin nöqtəsindən planetin ən hündür zirvəsinə. Bəli, Everestin zirvəsində belə tapılıb. Bu o deməkdir ki, ondan qaçış yoxdur. O, sözün əsl mənasında hər yerdədir. Amma bilirsiniz, ən narahat edici nədir? Bu təhlükə artıq uzaqlarda deyil. O, artıq bizim evimizdədir. Süfrəmizdəki yeməkdə, stəkandakı suda və bu, istisnasız olaraq hər birimizə toxunan bir reallıqdır. Yaxşı, bəs bu qədər danışdığımız sirli maddənin adı nədir? Mikroplastik və ondan da kiçik olan nanoplastik. Gəlin aydınlaşdıraq. Bunlar nədir əslində? Əslində, proses çox sadədir. Təsəvvür edin, atılan hər hansı bir plastik butulka. Günəş, duzlu su, dalğalar onu yavaş-yavaş, illərlə, hətta yüz illərlə ovxalayıb kiçicik zərrəciklərə bölür. Amma fərq ölçüdədir. Mikroplastiki bəzən bir duz dənəsi kimi görə bilərik. Nanoplastiki isə o tamam başqa bir aləmdir. O qədər kiçikdir ki, onu adi mikroskopla görmək belə mümkün deyil. Və əsl təhlükə də məhz bundadır. Yaxşı, bu görünməz hissəciklər bədənimizə daxil olanda nə baş verir? Gəlin indi də sağlamlığımıza olan təsirlərindən danışaq. Hər şey necə başlayır? Torpaqdan. Nanoplastiklər torpağa və havaya qarışır. Bitkilər də onu özlərinə çəkir. Vəssalam, beləcə o bizim qida zəncirimizin bir hissəsinə çevrilir. Bu zərrəciklər o qədər xırdadır ki, bədənimizin müdafiə bariyerlərini asanlıqla aldadıb keçirlər. Birbaşa qan dovranımıza, orqanlarımıza, hətta ən qorunan qalamız olan beynimizə qədər gedib çıxırlar. Bəs, beynimizə çatanda nə olur? Təsəvvür edin, bu hissəciklər orada narahatlıq yaradır. Hüceyrələrimizdə stressə, iltihaba səbəb olur. Hətta DNT səviyyəsində zədələr vurur. Bu da yaddaş, diqqət kimi funksiyalarımıza təsirsiz ötüşmür, təbii ki. Baxın, sizə heyrətləndirici bir fakt deyim. Alimlər arılar üzərində bir təcrübə aparıblar. Plastik zərrəcikləri arının bədəninə daxil olandan cəmi 3 gün sonra beyninə çatır. Və nə baş verir? Arı yaddaşını itirir, çaşbaş qalır, hətta öz pətəyinin yolunu tapa bilmir. Bu, çox ciddi bir xəbərdarlıqdır. Yaxşı, bu bizim fərdi sağlamlığımız idi. İndi isə gəlin miqyası biraz da böyüdək və baxaq görək bu problem bütün planetimizə necə təsir edir. Hər il dünyada 400 milyon tondan çox plastik tulantı istehsal olunur. Bu rəqəmi təsəvvür etmək belə çətindir. Həqiqətən də ağlısığmaz bir miqdardır. Baxın, bu qrafikə diqqətlə baxsanız görərsiniz. Keçən əsrin ortalarından bu yana okeanlarımızdakı plastik miqdarı sadəcə olaraq dayanmadan sürətlə artıb. İndi isə maraqlı bir məqam. Diqqət edin, eyni dövr ərzində okeanların orta temperaturu da eyni ilə bu qrafik kimi yüksəlir. Bu iki xəttin bir-birinə bu qədər bənzəməsi sizə də qəribə gəlmir? Və bax, məhz bu nöqtədə çox heyrətləndirici bir fərziyyə ortaya çıxır. Bəzi alimlər düşünür ki, sudakı o milyonlarla nanoplastik zərrəcikləri okeanın daha sürətli isinməsinə səbəb olur. Sanki okeanın üzərinə gözlə görünməyən bir yorğan çəkilib. Yaxşı, bu qədər narahat edici məlumatdan sonra insan istər-istəməz düşünür. Bəs çıxış yolu varmı? Gəlin görək, bəlkə də var. Bəli, vəziyyət ciddidir. Amma bir şey də unutmayaq ki, bəşəriyyət həmişə innovasiyalar və birlik sayəsində ən çətin problemlərin öhdəsindən gəlib. Deməli, hələ ümid var. Artıq dünyanın dörd bir yanında alimlər bu problemin həlli üzərində işləyirlər. Məsələn, okeanlardakı böyük plastik tullantıları yığan xüsusi qurğular var. Suyu nanoplastiklərdən təmizləyən inanılmaz filtrlər hazırlanır. Və ən heyrətamizi, havadan təmiz içməli su əldə edən texnologiyalar. Təsəvvür edin, bu həm okeanları təmizləyə bilər, həm də bizi təmiz suyla təmin edə bilər. Texnologiya bizə inanılmaz alətlər verir, bu düzdür. Amma son nəticədə əsas sual dəyişmir. Biz, bir cəmiyyət olaraq, bir fərd olaraq, bu görünməz düşmənlə mübarizəyə həqiqətən hazırıq mı?
Bu sualın cavabı isə əslində hər birimizin öz içindədir.